Allah'ın əziz bəndələri var ki, onları göndərir bizə tərəf, onlar bizim yolumuzda belə yanır. Özlə deyir ki, sən məndən işin olmasın, sən əsas odur ki, yolu tapasan, məndən işin olmasın. Xanım Fatimə Zəhra belə anadır, İmam Hüseyin belə atadır, Əleyhisselam belə atadır. Onun başı yarılır sənin yolunda. Bir dəfə mən hədisdə görməmişəm, qiyamətdə desinlər ki, biz sizə görə bunu elədik. Yoxdur belə bir söz. Yoxdur, bir dəfə minnət qoymadılar. O mehriban ana kimi. Əlləri yandı, alınları parçalandı, tikə-tikə doğrandılar, uf demədilər, uf demədilər. Bir dəfə başa qaxınc eləmədilər. İndi qiyamət günü biz bunlarla görüşəcəyik. Hansı xəcalət hissi ilə bilmirəm. Lazımdır adamı cəhənnəm aparsınlar ki, adam günah eləməsin. Adam istəyir ki, şəhid ola ki, bəlkə başlarına, üzlərinə dik bax. Amma valla şəhid də olsun, tikə-tikə doğran